Dəyərli dostlar, sabahınız xeyir olsun. İnsan doğrudan da bəzən fövqəl beyinə malik olsa, bir işin qulpundan o türk demiş püf nöqtəsinə qədər getsə, o çox nailiyyətlər əldə edə bilər bu həyatda. Məsələn, Azərbaycanda dostlar bilirsiniz də superkompüter mərkəzi açılıb, bilmirsiniz. Əslində, bəli, biz eşitmişdik, amma tam təfərrüatlarını bilmirdik. Və bu təfərrüatları da bugün biz burada studiyada müzakirə eləyəcəyik. Azintelekom marketinq şöbəsinin müdiri Murad Əhmədovla xoş gördük. Murad bəy, bir də deməli, mən icazənizlə bir qısaca məlumat verim ki, deməli, Azintelekom Azərbaycanda superkompüter mərkəzi qurub. Azərbaycan Respublikasının 2025-ci ildən 28-ci illərə qədər, bax, bu dövr üçün süni intellekt strategiyasına əsasən mərkəz süni intellekt layihələrinin həyata keçirilməsi, Azərbaycanın süni intellekt sahəsində inkişafını sürətləndirmək və rəqəmsal inkişafa təkan verilməsi ilə yaradılıb. Gəlin, belə deyək də, elə bunu oxumaqdansa elə birbaşa sizə belə deyək. Yeni başlamışıq. Bu işin harasındayıq? Məqsədlərimiz nədir? Nə etmək istəyirik? Çünki süni intellekt deyəndə artıq nəinki bizdə dünyada bir qarışıq mənzərə gəlir göz önünə hələ ki. Hardan başlamışıq? Vardımı bizim bir bazamız başlamaq üçün? Çünki 25-28, 3 ilimiz var. Çox sağ olun, əvvəl üçün təşəkkür edirəm. Bu sahə kifayət qədər biraz texniki məsələ olduğu üçün çalışacağım maksimum bizim istifadəçilərimizin və izləyicilərimizin başa düşdüyü dildə, daha anlaşıqlı dildə izah edim. Baxın, Azintelekom bilirsiniz, bir neçə gün öncə siz burada qonaq olanda da danışmışdıq. 2 data mərkəzə malikdir və biz hökumət buldu provayderi. Artıq 250-dən çox Azərbaycanda fəaliyyət göstərən 250-dən çox qurum öz informasiya sistemlərini bizə miqrasiya edib, bizim data mərkəzlərimizə miqrasiya edib və bunların 140-dan çoxu hökumət buldu layihəsi çərçivəsində öz sistemlərini miqrasiya edən dövlət qurumlarıdır. Böyük məlumatlar emal edirlər və bizim bu təcrübəmiz var. Biz 2016-cı ildən bəri artıq bulud xidmətlərinin təqdim olunması və qurumların öz məlumatlarını buludda saxlanması və emalı ilə məşğul olduq. Bu xidmət təqdim edirik. Bunun həm özəl şirkətlərə təqdim edirik, həm də ki, dövlət qurumları Cənab Prezidentin fərmanı çərçivəsində öz informasiya sistemlərinin Azintelekom data mərkəzlərində təhlükəsiz formada yerləşdirirlər. Eyni zamanda 2025-ci ilin 19 mart tarixində Cənab Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt strategiyası qəbul edildi və süni intellekt strategiyasında Azərbaycanda süni intellektin yaradılması, inkişafı və istifadəyə verilməsi üçün mühitin yaradılması əsas məqsəd kimi qoyulur. Azintelekomun da burada əsas işi həmin o mühiti yaratmaqdır, həmin o infrastrukturu formalaşdırmaqdır və biz bunun üçün bilirsiniz artıq bizim ChatGPT və digər böyük qlobal süni intellekt alətlərinin də əldə etdiyi Nvidia şirkətinin H200 GPU çipləri var. GPU çipləri yüksək performanslı kompüterlərdir. Yəni, bunun bir var, köhnə tarixə qayıtsaq, məsəl üçün, daha zəif kompüterlər var idi. Sonra nisbətən daha güclü kompüterlər çıxdı. Mən fərdi insanların istifadə etdiyi kompüterlərdən danışıram. Və hal-hazırda daha güclü, belə deyək, müəyyən proqramların hazırlanması üçün istifadə olunan kompüterlər var və bizim də data mərkəzdə bulud infrastrukturu var idi. Tier 3 standartlarına cavab verirdi, böyük məlumatların emalı üçün hazırlanmışdı. Amma süni intellektin inkişafı və süni intellektdən arxasında dayanan böyük həcmli məlumatların emalı üçün daha böyük həcmli kompüter tələb olunur və Azərbaycanda ilk superkompüter mərkəzini biz qurmuşuq, Azintelekom olaraq yaratmışıq və bu superkompüter mərkəzi indi texniki məsələləri sonra daha detallı danışarıq. Əsas məqsəd odur ki, Azərbaycanda yerli süni intellekt həlli qurmaq istəyən və yaxud da ki, elmi tədqiqat üçün hər hansı bir araşdırma aparmaq istəyən, məlumatları emal etmək istəyən şəxslər Azintelekomun bu superkompüter mərkəzindən rahatlıqla istifadə edə bilərlər. Murad bəy, siz çiplər dediniz, üzr istəyirəm, yəni kimin ağlında nə məsələsi var da? Çip deyil. Bəli, siz çip dediniz də, bu Nvidia dediniz çiplər. Bu nə üçündür, hansı boşluqları doldurmaq üçündür və onların yaratdığı başqa imkanlar nədir? Mən istəyirəm bu haqda da danışasınız. Danışaq. Nvidia, baxın... Texniki baxımdan hansı üstünlükləri var? Sam Altmanın, OpenAI-ın CEO-su Sam Altmanın açıqlamalarını görürüz, bəzən verir ki, ChatGPT-yə bir salam verəndə o da müəyyən bir proses gedir, müəyyən qədər xərclər gedir və bu məlumatları yəqin ki, siz də efirdən səsləndirmişsiniz. Çünki süni intellektin işləməsi üçün
arxa fonda çox böyük bir məlumat emalı və proseslər gedir və bunu çatdıra biləcək superkomputer gücündə olmalıdır. Həmin infrastruktur, texniki olaraq. Yəni, arxada olan infrastruktur, onun gücü, onun məlumatları emal etmə, onu istifadəçiyə qaytarma sürət, təhlükəsizlik və güc məsələsi. Bunlar cavab verən xüsusi bir kompüterlər olmalıdır, xüsusi bir informasiya sistemləri olmalıdır. Ona görə NVIDIA sırf bu kriteriyalara uyğun qrafik prosesorları hazırlayır ki, bunlar süni intellektin emalı üçün istifadə olunur, süni intellektin inkişafı üçün. Və bunun alternativləri var, amma hələ ki, ən uğurlusu və dünyada qlobal şirkətlərin də istifadə etdiyi bunlardır. Və biz bu, bilirsiniz, bir müddət əvvəl bu müəyyən şeylərdir. NVIDIA bu çiplərin Çinə satılmasını məsəl üçün qadağan etmişdi. Müəyyən orada informasiyaların xaricdə saxlanılmaması və sair məsələləri var idi. Və biz həmin H200 çiplərini əldə edə bilmişik və artıq Azintelekom'a məxsus data mərkəzlərdə yerləşdirmişik və artıq istifadəyə verilib. Yəni, burada vətəndaş, bax indi biz Simadan keçən və danışmışdıq. Vətəndaş, sahibkar insanlar sizin bu fəaliyyətinizi nədə hiss edəcəklər, harada hiss edəcəklər və bizim hər kəsə bir şey düşündürür. Süni intellektdə yola çıxmışıq, hara gəlib çatacaq, yəni proqnozlar nədir? Məsələn, növbəti ilə az qalıb. Məsələn, gələn ilə hansı nailiyyətlərində hər dəfə bir şey təəccübləndirir bu süni intellekt. Sərmayələr ola bilərmi məsələn bu layihələrə? Bununla bağlı bizdə belə bir ifadə var, siz də eşitmişsiniz deyil, oğlanlar var, şərait yoxdur məsələsi var, belə bir ifadəmiz var. Azintelekomun ilk superkomputer mərkəzinin qurulması, lodu dildə desək, bax bu şəraitin yaradılmasıdır. Biz nə etmək istəyirik? Bugün startaplar var, digər biz biznes mühitində müzakirələr aparanda, görüşlər keçirəndə deyirlər ki, siz də eşitmişsiniz, məsəl üçün bir iş qurmaq lazımdır, biznes qurmaq lazımdır, yəni süni intellekt yaradaq, belə olsun, belə olsun. Deyək ki, bugün biz üçümüz deyirik ki, gəlin bir dənə marketinq sahəsində, televiziya sahəsində bir süni intellekt yaradaq. İdeyamız var, hər şey yaxşıdır. Bax, bunu yazacaq, o buna bu cavabı qaytaracaq. Deyəcək ki, süjet hazırlayacaq. Deyəcək ki, bayaq şeyə baxdıq, küçədə sorğuya baxdıq. Küçədə sorğunu simulyasiya ilə bir küçədə sorğu videosu hazırla və s. İdeya var. Tamam. Amma bu ideyanın işləməsi üçün arxada bir infrastruktur olmalıdır. Biz ona yazanda ki, müsahibə hazırla, şəkil hazırla, arxada müəyyən proses getməlidir ki, o şəkili vizuallaşdıra bilsin. Bizim verdiyimiz ilk superkomputer mərkəzi dövlət qurumlarına, bizneslərə, startaplara o şərait yaradır ki, ideyam varsa, nə etməlidir? Bugün bizim üçümüzün ideyamız var. Biz gedib serverlər almalıyıq, böyük həcmli serverlər almalıyıq, onları quraşdırmalıyıq, onların isitmə, soyutma sistemlərini əldə etməliyik, tayyarət standartlarına cavab verməlidir və biz böyük həcmli investisiya yatırmalıyıq. Böyük həcmli, milyonlarla deyək ki, məsəl üçün ola bilər ki, bizim ideyamızdan asılı olaraq milyonlarla investisiya yatırmalıyıq və onun bizə nə qədəri lazımdır, onu da tam ölçə bilmirik və o açıq bəllidir ki, startapların bu statistika var ki, 80% uğursuz olur, 20% uğurlu olur və sonradan o investisiyanın geri qayıtma məsələsi var. Biz burada riskləri minimallaşdırırıq. Həm dövlət qurumları üçün, həm özəl bizneslər üçün, deyək ki, banklar süni intellektləri hazırlamaq istəyirlər, assistant hazırlamaq istəyirlər, həm də ki, startaplar, fərdi şəxslər, gənc mütəxəssislər süni intellekt hazırlamaq istəyirlər, Azintelekoma müraciət edib, onlara ehtiyac olduğu qədər ödənişini edib, o superkomputerin gücündən istifadə edə bilirlər. Sıfırdan data mərkəz qurmağa ehtiyac yoxdur onların. Və bir sual da var, əslində önəmlidir. Məsələn, biz süni intellekt və s. deyəndə mütləq ilk növbədə xarici hansısa mənbələr ağlımızda canlanır. Bizim bu superkomputer həmin o xarici mərkəzlərdən asılılığı necəsə azaltmağa qadir olacaq ya yox? Tam haqlısınız bu məsələdə. Bu da elə mən vurğulamaq istədiyim bir məsələdir. Baxın, biz bir müddət əvvəl azincloud.az saytını istifadəyə verdik. Azərbaycanda demək olar ki, bu təhlükəsizlik, tayyarət standartlarına cavab verən və digər şeylər yox idi demək olar ki. Biz bunu Zikor, Avropanın Zikor providerindən birgə hazırladıq və istifadəyə verdik və bununla da artıq istifadəçilər beynəlxalq və qlobal şirkətlərdən asılılığını qismən azaltdıq. Yəni biz platforma təklif etdik və demək olar ki, azaltmışıq və insanlar girib orada istədikləri vaxt qeydiyyatdan keçib öz bulut xidməti əldə edə bilirlər, manatla ödəniş edirlər, interfeysin dili Azərbaycan dilindədir, hər hansı bir çətinlik yox. Eyni zamanda süni intellekt həlli yaratmaq istəyənlər məcbur olacaqlar ki, yenə beynəlxalq
providerlərə müraciət etsinlər və orada Azərbaycan vətəndaşları necə məlumatlarını toplayırlarsa onları, şirkətin məlumatlarını, dövlət qurumçusa dövlətin məlumatlarını orada yerləşdirməli olacaqlar. Artıq bizim məlumatlar ölkədən çıxmış olacaqdır. Qanunvericilik bunu qadağan edir. Birincisi bu olmaz. Vətəndaşların məlumatları xaricə çıxarılmamalıdır. Həmçinin riskli və sabah hər hansı bir texniki məsələ olanda dəstək xidmətindən də gec dönüş alırlar. Mail yazısına oturub cavab gözləyirsən və s. Bizdə isə artıq bu məlumatların Bakıda dövlət qurumuna məxsus, Azintelekomun məxsus data mərkəzlərində yerləşməsi, məlumatların xaricə ötürülməsi, məlumatların xaricdə qalması riskini tamamilə sıfıra endirir. Eyni zamanda dəstək xidmətini sürətləndirir. Biz buradayıq, telefon nömrələrimiz, ünvanlarımız bəllidir. Hər hansı bir suallarda olarsa dərhal operativ formada cavablandıra bilərik. Təşəkkür edirik sizə Murad bəy. Murad Əhmədov, Azintelekomun marketinq şöbəsinin müdiri studiyamızda qonaq idi. Böyük işlər görülür və bu işlər dostlar əlbəttə ki, kölgədə qalmamalıdır. Bu haqda hamımız bilməliyik və uğurlar arzulayırıq. Bəli, rəqəmsal dünyada yaşayırıq. Bugünlük bizdən bu qədər. Əziz tamaşaçılar, uşaqları qoruyun, valideynləri unutmayın, yolunuz açıq olsun.